Salam əziz 4-cülər və valideynlər, sizləri kanalımda xoş gördük. Bugün 4-cü sinif riyaziyyat 2-ci hissə səhifə 50 və 51-dəki olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Gəlin başlayaq. Araşdırma, müzakirə və öyrənmə hissəsini siz özünüz öyrənmiş olarsınız. Mövzumuz isə sahədir. Biz gəlin tapşırıqlardan başlayaq. Bələdçi. Düsturdan istifadə etməklə düzbucaqlının sahəsini hesablayın. Burada bizə bir nümunə verilmişdir. 15, 7. Sahəni tapmaq üçün enini uzunluğuna vururuq. 15 vur 7 edir 105 kvadrat santimetr. Gəlin başlayaq. A variantı. Gördüyümüz kimi bir tərəf 12 metr, digər 8 metr. 12-ni 8-ə vururuq, edir 96 kvadrat metr. B variantında 16 vurulsun 9 edir 144 kvadrat metr. C variantında S bərabərdir 14 vur 6 edir 84 kvadrat metr. D variantı S bərabərdir 8 vurulsun 8 edir 64 kvadrat metr. Həlli isə bu şəkildə həll olunmuş olacaqdır. Bələdçi səhifə 50-51. Keçək misal 1-in həllinə. Müstəqil iş. Düzbucaqlının tərəflərini eyni vahidlərlə ifadə edin və sahəsini tapın. Gördüyümüz kimi bir tərəf verilmişdir bizə 2 desimetr, digər tərəf 15 santimetr. Deməli, gəlin 2 desimetri santimetrə çevirək, daha sonra isə enlə uzunluğu bir-birinə vuraq. 2 desimetri çevirərik. 1 desimetrimiz 10 santimetr olduğuna görə 2 desimetrimiz 20 santimetrdir. Ona görə S bərabərdir 20 vurulsun 15 bərabərdir 300 kvadrat santimetr. Bu şəkildə. Bu şəkildə. B variantında 5-də 4 santimetr 12 millimetr. Deməli 5-də 4 santimetri çevirərik. Onu bölərik 5-ə, vurarıq 4-ə. Biz bilirik ki 1 santimetrimiz 10 millimetrdir. Ona görə də onun 5-də 4 hissəsini tapırıq, edir 8. Onu bölüb 5-ə vururuq 4-ə, edir 8. Daha sonra isə 12-ni 8-ə vururuq, edir 96 kvadrat millimetr. Bu şəkildə. C variantında 5-də 2 metr bərabərdir 100-ü 5-ə bölüb 2-yə vurarıq. Edir 40 santimetr. Niyə 100-ü bölürük? Çünki 1 metrimiz 100 santimetr olduğuna görə 100-ün 5-də 2 hissəsini tapırıq 40 santimetr. Sahəni də tapdıqda 40-ı 25-ə vururuq 1000 kvadrat santimetr. D variantında 2 santimetr 5 millimetr bərabərdir 25 millimetrə. S bərabərdir 25-i 40-a vururuq, edir 1000 kvadrat millimetr. Misal birimizin həlli isə bu şəkildə həll olunmuş olar. Keçək misal 2-yə. Rənglənmiş fiqurların sahəsini tapın. Deməli, burada bizə 10 cm, 12 cm, 10 cm, 4 cm verilmişdi. Bunun üçün S bərabərdir 10 vurulsun 12, üstə gəl 4 vurulsun 10 bərabərdir 120 üstə gəl 40 edir 160 kvadrat santimetr. Digərində S bərabərdir 4 vurulsun 5, üstə gəl 15 vurulsun 2 edir 20 üstə gəl 30 edir 50 kvadrat millimetr. Digərində S bərabərdir 12-ni 8-ə vururuq, bu 12-ni 8-ə vururuq, çıxılsın 3 vurulsun 3. Bu içərisində olan kvadratı 3 vurulsun 3 edir 96 çıx 9 edir 87 kvadrat millimetr. Misal 2 bu şəkildə həll olunmuş olar. Keçək misal 3-ə. Sahəsi verilmiş fiqurun perimetrini tapın. S bərabərdir 36 kvadrat desimetr. Bizə kvadratın bir tərəfi 6 desimetr verilmişdir. Bilirik ki, bunun 4 tərəfi də bir-birinə bərabərdir. Birinci P bərabərdir 6 vurulsun 4 bərabərdir 24 desimetr. B variantında S bərabərdir 96. 96-nı 8-ə bölürük, edir 12. Daha sonra
biz bir tərəfini tapdıq ki, 12-dir. İndi isə perimetrini tapdıqda P bərabərdir 2 vurulsun, mörtəzədə 8 üstəgəl 12 bərabərdir 40 santimetr. Bu şəkildə həll olunmuş olar. Birinci 96-nı 8-ə bölürüb bir tərəfini tapırıq, daha sonra isə onları tərəfləri toplayıb biz bilirik ki, perimetri tapdıqda tərəfləri enlə uzunluğu toplayıb 2-yə vururuq, edir 40 santimetr. Məsələ 4. Perimetri verilmiş fiqurun sahəsini tapın. P bərabərdir 42 santimetr. Biz gördük ki, bir tərəfi 7 santimetrdir. Birinci 7-ni 2-yə vururuq, edir 14. Bizdən sahəni soruşur. Daha sonra 42-dən 14 çıxırıq, edir 28. A bərabərdir 28 bölünsün 2, edir 14. S də bərabərdir 7 vurulsun 14, bərabərdir 98 kvadrat santimetr. Bu şəkildə A variantı belə həll olmuş olur. Keçək B-yə. P bərabərdir 50 desimetr. Deməli, bizə verilmişdi bir tərəfi 15 desimetr. 15-i 2-yə vururuq, edir 30. Daha sonra B bərabərdir 50 çıxılsın mörtəzədə 30 bölünsün 2, edir 10. S bərabərdir 15-i 10-a vururuq, 150 kvadrat desimetr. Bu formada həll olunmuş. Məsələ 4-ün B variantı. Keçək məsələ 5-ə. Rəngli hissələrin sahələri nə qədərdir? Deməli, burada bizə verilmişdir ki, hər bir belə dama 1 kvadrat santimetrdir. Deməli, biz bunu hesabladıqda 19 kvadrat santimetrdir. İkinci şəkildə 7 kvadrat santimetrdir. Üçüncü şəkil 15 kvadrat santimetr. Dördüncü 14 kvadrat santimetr. Məsələ 5-in həlli bu şəkildə. Məsələ 6. Deməli, cavab rənglənmiş hissələrin sahəsi 19 kvadrat santimetr, 7 kvadrat santimetr, 15 kvadrat santimetr və 14 kvadrat santimetrə bərabərdir. Misal 6. Perimetri 36 cm olan düzbucaqlığın bir tərəfi digərindən 36 dəfə uzundur. Bu düzbucaqlığın sahəsi nə qədərdir? Gəlin tapmağa başlayaq. Perimetri 36-dırsa biz nə etməliyik? A üzərinə gəlinsin B bərabərdir 36 bölünsün 2. Bu da edir 18. Tam hissə modelindən istifadə etməklə en və uzunluq tapılır. Uzunluq n. Biz burada nə etməliyik? Onların cəmi 18 cm-dir. 18-i bölərik 3-ə, yəni buradakı kvadratların sayına edər 6. Deməli uzunluq bölünsün 6 vurulsun 2 edir 12 cm. En 6 cm-dir o zaman. 8 cm bərabərdir 12 cm vurulsun 6 cm, o da bərabər edir 72 cm. Cavab 72 cm. Məsələ 7. Sabit uzunluğu 12 metr olan məftildən sahəsi ən böyük olan düzbucaqlığını düzəltmək istədi. Bu düzbucaqlığın tərəflərinin uzunluğu nə qədər olmalıdır? Gəlin baxaq. A üzərinə gəlinsin B bərabərdir 12 bölünsün 2. O da edir 6. S bərabərdir 1 vurulsun 5, o da edir 5. S bərabərdir 2 vurulsun 4, o da 8 edir. S bərabərdir 3 vurulsun 3, o da 9 edir. Deməli, məsələ 7 də bu şəkildə həll edilməlidir. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.